Tam mövsümü üçün lobya turşusu hazırladım. Sizlərə də məsləhət bilirəm. Əla olur. Nəzərə alın ki, bu turşu üçün götürülən lobya körpə olmalıdır. Səx lobyadan yaxşı alınmır. İlk öncə lobyalara bol su ilə yuyuruq. Sonra hər iki tərəfdən uc hissələrini kəsirik. Kənarlarında saplaqları varsa, onları yaxşı təmizləyirik. Sonra qaynar suya töküb duz əlavə edirik. Təxmini 10-15 dəqiqə qaynadırıq. Bişmə sürəsi sizin lobyanızdan da asılı olacaq. Əlinizlə lobyanı bükən zaman əgər sınmırsa, demək ki, lobyanız hazırdır. Sonra kənarda qoyduğumuz soyuq suya əlavə edirik. Buna şotlama üsulu deyilir. Bir neçə dəqiqə soyuq suda saxlayıb süzürük. Steril olunmuş bankalara sarımsaq doğrayıb, lobyaları göstərdiyim qaydada yığırıq. Üzərinə yenə sarımsaq doğrayıb, hər bankaya bir dolu olmayan xörək qaşığı yodsuz duz, 1 çay qaşığı şəkər tozu, yarım armud stəkan sirkə əlavə edib, qaynar su ilə doldurub, qapaqlarını möhkəm bağlayırıq. Salxalayırıq ki, duz, şəkər tozu və sirkə yaxşı qarışsın. Bu qədər asan. Siz də edin, peşman olmazsınız. Səhifəm yenidir. Siz də mənə dəstək olmaq istəyirsinizsə, abunə olun. Videonu da bəyəndinizsə, bəyən düyməsinə basmağı unutmayın.